gözümüz digər 6-7 oyunda olacaq ki, Qarabağın hansı ki, Qarabağa yaxınlaşıb Qarabağı keçə biləcək komandalardır və orada mümkündür. Az öncə hakimdən Sandro Şererdən danışdıq, aparılan oyunlardan danışdıq. Heç kim zəmanət verə bilməz. Heç kim zəmanət verə bilməz ki, Qarabağı saxlamaq üçün hansısa oyunlara getməsinlər. Əlbir olub bir ayı bir şiirin. Ona görə də Qarabağ məsuliyyəti dərk eləməlidir, rahatlaşma olmaz. Düzdür, söhbət Liverpula qarşı oynamaqdan gedir. Yəni orada qələbə qazanmaq çox çətin. Çempionatda 5 oyundakı qələbə qazana bilir Çempionlar Liqası. Elə o ziyanımıza işləyir Nurlan. Liverpulun özünə hava su kimi lazımdır çıxal 8-yə düşmək üçün. Udmasa düşməyəcək. Eləcə də Barcelona. Ona görə mən əminəm ki, Barcelona Kopenhagen səddiyin keçəcək. Son məlumatlara görə Arne Slotun istefaya göndərilmə ehtimalı olduqca böyüdür və artıq Xabi Alonso ilə danışıqlara başlayırlar Liverpulun. Əslində elə Arne Slotu göndərmək üçün ən yaxşı, ideal məqam Qarabağla oyunda xal itirməkdir. Əlbəttə. Yox, elə qoy Alonso indidən gəlsin, bəlkə Qarabağla desin ki, mən açıq inanmıram, yəni belə tez göndərilir. Adamlar Çempionlar Liqasında Real udublar, Inter udublar, Marseille udublar, Eintracht da səfərdə 5 dənə vurublar və ilk 8-liyə düşüb növbəti play-off mərhələsinə yüksəlirsə niyə çıxarsınlar baş məşqçini? Premier Liqada vəziyyət ola bilər ürək açan deyil. Son 5 oyunda səhv etmirəmsə qələbə qazanmır komanda. Amma həmin o 5 oyunun içində Arsenalla heç-heçə də var. Amma Çempionlar Liqasına düşməmə ehtimalı yaranır növbəti mövsüm üçün. Artıq 6-cı, 7-ci çempionat uzun marafondur da, o şablon sözümüz. Yəni o vaxta kimi də hələ zaman var. Düşünürəm ki, yəni Qarabağla oyunda xal itirsə belə, yəni o gündəm deyil bugün, çünki baş məşqçi dəyişikliyi olsun Qarabağ. Yəni onlar o həyəcanın içində deyillər. Əksinə 5 oyun qələbə qazana bilməməsi Qarabağla oyun öncəsi həm azarkeş, həm komandanın özündə bir hirs yaradır və məcburdur əsas heyətlə çıxacaq meydana. Yəni bəlkə də düşünərdik, rotasiyaları eləyər, sıx qrafikdədirlər demə. Yanvarın 1-dən bu günə kimi 7 ya 8 oyun oynayıb Liverpool. Qarabağ isə cəmi bir rəsmi oyun keçirib. Bu da onların xeyrinədir. Komanda 3 oyun keçirmişdir rəsmi. Yox, 7-8 oyun ardıcıl, yəni 3 gündən biri oyuna çıxırlar, komanda formadadır. Heç nə olmamış kimi. Və hirs var komandada ki, azarkeşlərimizin önündə biz barışmalıyıq azarkeşlərimizlə və nə olur olsun Qarabağı məğlub etməliyik.